Tək olan Allah və həyatın məqsədi. Təsəvvür edin ki, bir sıra ağır daşlar bir-birinə söykənib. Əgər hər daş öz arxasındakına söykənibsə və arxadakı da başqa birinə söykənibsə, bütün daşlar aşıb düşəcək. Onların hamısının ayaq üstə qalması üçün sonuncunun heç nəyə söykənməyən bir şey olması lazımdır. Hər şeyi saxlamağa qadir olan, tək başına duran və başqa heç nəyə ehtiyac duymayan güclü bir şey. Kainatdakı hər şey o daşlara bənzəyir. Hər daşın ayaq üstə qalmaq üçün digər daşlara söykəndiyi kimi, kainatdakı hər şeyin də mövcudluğunu davam etdirmək üçün bir çox başqa şeylərə ehtiyacı var. Sizin havaya, suya və qidaya ehtiyacınız var. Qidanın torpağa, yağışa və günəşə ehtiyacı var. Günəşin fiziki qanunlara tabe olmağa ehtiyacı var. Hara baxsanız bir şeyin bir neçə başqa şeyə asılı olduğunu görərsiniz. Elm bu əlaqələri çox yaxşı təsvir edir. O bizə bir şeyin digərindən necə asılı olduğunu söyləyir. Lakin o, bütün bu daşlar sırasının niyə ilk növbədə ayaq üstə durduğunu izah etmir. O, hər şeyi saxlamağa nəyin gücü çatdığı sualına cavab vermir. Bunu başa düşmək üçün biz asılı olan şeylər zəncirindən kənara baxmalıyıq. Hər şeyi saxlayan, lakin özü heç nəyə söykənməyən və heç nədən asılı olmayan bir varlıq olmalıdır. Bütün şeyləri saxlayan, lakin başqa heç nə tərəfindən saxlanılmayan o varlığı biz uca Allah adlandırırıq. Həyatın məqsədi, beləliklə, uca Allah bizi və ətrafımızdakı hər şeyi yaratdı. Ətrafa baxsaq, görərik ki, hər şeyin aydın bir məqsədi var. Günəş yeri isidir və suyu buxarlandıraraq səmaya qaldırıb buludları əmələ gətirir. Külək buludları hərəkət etdirir. Buludlardan yağan yağış bitkiləri yetişdirir. Bitkilər və heyvanlar insanlar üçün qida təmin edir. Kainatda heç nə təsadüfi və ya məqsədsiz görünmür. Hətta cansız əşyaların belə bir məqsədi olduğu halda məntiqi bir sual yaranır. Uca Allah insanları niyə yaratdı? Halbuki onlar açıq-aşkar ən yüksək zəka və şüur səviyyəsinə malikdilər. Bu suala cavab vermək üçün Allah öz mesajını bəşəriyyətə çatdırmaq məqsədi ilə peyğəmbərlər göndərdi. Adəm, Nuh, İbrahim, Musa, Davud, Süleyman, İsa və Yəhya peyğəmbərlərdən tutmuş. Sonuncu elçi Həzrəti Məhəmmədə hamısına salam olsun qədər. Hər bir peyğəmbər eyni aydın mesajla gəldi. Allah insanları ona ibadət və itaət etmək üçün yaratdı və bu dünya həyatı Allaha olan itaətimizin davamlı bir sınağıdır. Hər bir əməlimiz, sözümüz, düşüncəmiz və niyyətimiz mələklər tərəfindən qeydə alınır. Ölüm anı, sınağın bitdiyi və nəticələrin aşkar edildiyi andır. Uca Allaha iman gətirərək yaşayanlar və salih əməllər edənlər əbədi olaraq cənnətdə qurtuluşa çatacaqlar. Uca Allahı inkar edənlər və onu rədd edənlər isə cəhənnəm odunda əbədi cəzaya məhkum olunacaqlar. Həqiqəti necə bilirik? Peyğəmbərlərin gəldiyini hardan bilirik? Onlar Allahdan aldıqları ilahi kitabları miras qoydular. Bütün ilahi kitablar zaman keçdikcə təhrif olundu. Qurani Kərim istisna olmaqla. O, 1400 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə qədər mükəmməl şəkildə qorunub saxlanılmışdır. Bəs Quranın həqiqətən uca Allahdan olduğunu necə bilərik? Gəlin Allahın zəruri sifətləri haqqında düşünək. O, əzəli və əbədi olmalıdır. Başlanğıcı və sonu olmamalıdır. Əgər o, mövcud olmağa sonradan başlamış olsaydı, onu var edən bir şeyə möhtac olardı. Deməli, o, başqa heç nəyə möhtac olmayan həmin varlıq ola bilməzdi. Əgər o yox olarsa, deməli o, hər şeyin asılı olduğu varlıq ola bilməz. Çünki onun sonu hər şeyin sona çatması demək olardı. Beləliklə, Allahın nə başlanğıcı, nə də sonu var. O, tək olmalıdır. Əgər iki yaradan olsaydı,
birinin iradəsi digərinin gücünü məhdudlaşdırardı və məhdud varlıq Allah ola bilməz. Məsələn, yaradanlardan biri günəşin doğmasını, digəri isə batmasını istəsəydi, yalnız biri uğur qazana bilərdi. Uğursuz olan tərəf acizdir və aciz bir varlıq hər şeyin aslı olduğu Allah ola bilməz. Və son olaraq, o heç bir şəkildə yaratdıqlarına bənzəyə bilməz. Əgər bənzəsəydi, o da onlar kimi aslı olardı və hamının ona möhtac olduğu varlıq ola bilməzdi. İndi özünüzdən soruşun. İnsanların ibadət etdiyi bütün tanrılar arasında hansı biri bu məntiqi meyyarlara uyğundur? Bu, Qurani Kərimi göndərən Allahdır. 112-ci surədə Allah buyurur: De, o Allah təkdir. Allah heç nəyə möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur və onun heç bir bənzəri yoxdur. Tək Allah, heç nəyə ehtiyacı yoxdur. Hər şeyin ona ehtiyacı var. Əbədi, nə oğlu, nə atası var. Yaradılmışlardan tamamilə fərqlidir. Nə şəriki, nə də bənzəri var. Quran Allahı məhz məntiqin tələb etdiyi kimi təsvir edir. Bu təsadüf deyil. Bu, Qurani Kərimin həqiqətən kainatın yaradıcısı olan uca Allah tərəfindən göndərilmiş kitab olduğunun sübutudur. Dəvət, beləliklə biz sizi İslama, göyləri, yeri və mövcud olan hər şeyi yaradan həqiqi Allaha ibadət etməyə dəvət edirik. İslama girmək üçün sadəcə səmimiyyətlə deyin: Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur və mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir. Əşhədü ən la ilahə illallah və əşhədü ennə Muhammədən Rasulullah. Əgər biz səhv ediriksə, siz 3 dəqiqə itirirsiniz. Əgər biz haqlıyıqsa, siz çıxıb getməklə bitməyən axirət həyatında hər şeyi itirirsiniz. Əbədi səadət qapısı taybatay açıqdır. Siz o qapıdan keçəcəksinizmi?